ən yaxın münasibətin olduğu duet ortaqlarından kimlər var? Daha Hamısına yaxınam, hamısını çox istəyirəm, hamısını sevirəm. Bəs niyə, bax Vəfa ilə bir neçə duetiniz var idi, çox yaxın idiniz. Ötən ildə elə bizim Yenə də qonaqçağında. yaxınam. Bəs niyə izləmədən çıxartmışsınız bir-birinizi? Yox, Vəfa xanım heç kimi izləmir deyə, mən də izləməyəni izləmədim. Aha, ona görə. Bəli. Hətta Vəfa ilə olan bir duetim var idi ki, qeyd etmişdiniz ki, elə Akşin Fatihin, yəni acığına o dueti ifa etmişsiniz. Yox, həyatda acığa olunan iş heç vaxt tutmaz. Biz yəni özümüz üçün, yəni öz sevənlərimiz üçün oxumuşuq. Aha, yenə varmı Akşin Fatihlə duet? Akşinlə, hal-hazırda Akşinlə yəni əlaqəm olmadığı üçün yoxdur. Yenə münasibətiniz korlar. Yox, sadəcə yəqin ki, öz işləri var deyə biraz başı qarışıqdır. Mən də narahat etmirəm. Danışmırsınız. Bəlkə yenə Vəfa Şərifova ilə duet oxuyacaq. Oxusunlar. Hə? Oxusunlar. Aha. Fatimə, qarşıda nə planların var? Keyfini yaxşı elə Fatimə. Bizim Fatiməmiz, sən demə, avtomobilini bir həftədir təzəcənə avtosalondan alıbmış ki, qız bu günləri avtoqəza edib. Keyfini pozma, hər şey yaxşı olacaq. İnşallah. Bacın sənə dəstəkdir, ana sənə dəstəkdir. Teşekkür ederim. Bəli. Çok sağ olun. Aha, maşallah. Gələcəkdə planlarım yaxşıdır. Yaxşı da olacaq inşallah. Varmı hansı